Salam dəyərli izləyicilər, may ayının 7-si 2025-ci il Hindistan-Pakistan münaqişəsi ilə bağlı ən son məlumatları diqqətinizə çatdırırıq. Gecə saat 3-ün yarısıdır və Hindistanın Pakistana raket hücumu nəticəsində 2 ölü, 12 yaralı var və qeyd olunur ki, hədəflər Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin 2 şəhəri Kotli və Müzəffərabad şəhərləri olub və başqa bir məlumatda qeyd olunur ki, 2 nəfər ölüb, 12 nəfər yaralanıb və digər bir informasiyanı diqqətinizə çatdırım. Pakistan, daha doğrusu bütün Hindistan-Pakistanla sərhədində bütün hava hücumundan müdafiə qüvvələrini yerləşdirib. Bu barədə deməli, Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayılıb və Pakistan artıq hava sərhədini bağlayıb və digər məlumatda qeyd olunur ki, Pakistan Hindistana cavab zərbələri endirib. Hindistanın Pakistana ballistik raket zərbələri endirməsindən sonra Pakistan Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab verib. Qeyd olunur ki, cavab qərarı İslamabadda mülki infrastruktur obyektlərinin zədələnməsi və Hindistanın mülki şəxslərə hücumu səbəbindən qəbul edilib. Pakistan mediası ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirdiyini bildirir və Pakistan hava hücumundan müdafiə qüvvələri Hindistana məxsus Fransa istehsalı olan Rafale qırıcısını vurub və Pəncabda isə fövqəladə vəziyyət elan edilib. Bu, biraz öncə gələn məlumatdır və Reutersin məlumatında qeyd olunur ki, Pəncabda təhlükəsizlik qüvvələri və səhiyyə müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib.